Zəbur 99-cu məzmur. Rəbb hökmranlıq eləyir, qoy xalqlar titrəsin. O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin. Siyonda olan Rəbb əzəmətlidir. O, bütün xalqların üzərindədir, yüksəkdədir. Qoy böyük, zəhimli adına şükür eləsinlər. O, müqəddəsdir. Ey ədalətsevər güclü padşah, insafı bərqərar eləyən sənsən. Yaqub nəslinə ədalət və salihliyi göstərmisən. Allahımız Rəbbi ucaldın, ayaqlarına düşüb səcdə qılın. O müqəddəsdir. Onun kahinləri arasında Musa ilə Harun olub. Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən o cavab verərdi. Bulud sütununun içindən onlarla danışdı. Onun göstərişlərinə, onlara verdiyi qaydalarına bağlı qaldılar. Ya Rəbb, Allahımız, sən onlara cavab verdin. Pis əməllərinin cəzasını versən də, bağışlayan Allah olduğunu onlara göstərdin. Allahımız Rəbbi ucaldın, müqəddəs dağında ona səcdə qılın. Çünki Allahımız Rəbb müqəddəsdir.